Salam əziz şagirdlər, bugün 15 Mart 2026-cı ildə buraxılış imtahanına düşən ingilis dilindən test tapşırıqlarının izahını verirəm. Əvvəlcə 7-ci testdən başlayırıq. 7-ci testdə bizə wanted verib, mürəkkəb tamamlıq qaydasıdır. Wanted veribsə, tulu məsələri axtarsaq, düzgün cavabımız A variantı. 8-ci testə baxırıq, cümlə tamamlama qaydası, hansı ki cümlənin ortasında biz mübtəda xəbər axtarmalıyıq. Buna görə B variantında olan did Z, A-zəni atarıq. C variantında are Z-yə səhvdir. D variantında have Z səhvdir. Y variantında da will it səhvdir. Düzgün cavabımız A variantı olacaq. Növbəti testə baxırıq. Növbəti testimiz sinonim, düzgün uyğunluğu tapmalıyıq. Bizim ardından testin ardıcıllığında bizə a lot of good personal qualities deyir. Yəni yaxşı keyfiyyətləri axtaracağıq. Uyğun variantımız olacaq burada bir kind, mehriban, gentle, zərif. Greedy, xəsis, rude, kobud sözümüz olmaz. 1-2 D variantımız. 10-cu testə baxırıq. Bizə yesterday zaman zərfini verib, keçmiş zamanda götürsək düzgün cavabımız Y variantı, broke sözümüz. 11-ci testə baxırıq, uyğun əvəzliyi tapacağıq. Əvvəlcə biz testlərimizi ixtisar eləsək, ikinci tərəfdə V cəmdə verdiyinə görə elə A variantında it, birdəki it və 4-dəki iti atsaq, düzgün cavabımız burada olacaq 2-3 C variantımız. Növbəti testimizə baxırıq. 12-ci testdə sifəti tapmalıyıq. Verdiyinə görə sözü olduğu kimi götürəcəyik. Düzgün variantımız olacaq burada D variantı. Capable sözümüz. 13-cü testə baxırıq. 13-cü testdə uyğun cavabı seçməliyik. İxtisarımıza baxaq. A variantı able-ın to'su yoxdur. B variantı out to-nun olar. C variantımız olar. D-də was able-ın to'su yoxdur. Y variantı hadn't to olmaz. Düzgün cavabımız C variantı. 14-cü testə baxırıq, cümlə düzəltmə. Bizə əgər of veribsə, biz burada uyğun variantı tapsaq, insanların həyatı deyə bilərik. Yəqin ki, kitablar insanların həyatında çox vacibdir deyər. Ona görə cümlə ardıcılığımıza diqqət eləsək, books-la başlayacaq 2 ilə, vacibdir desək 1-7 ilə getsək, 2-1-7 variantımız yalnız A variantımızdadır bizim. Və cümlənin sonunda da in the life of people-la bitməlidir, insanların həyatında. Növbəti testimizə baxırıq, söz önü qaydamızdır. Söz önünə baxaq. Burada birinci tərəfə pleased with götürsək, C variantı ilə Y variantımıza uyğundur. İkinci tərəfində də o anası üçün almışdır deyərik. Ona görə düzgün cavabımız burada olacaq C variantımız. Sonra 16-cı testə baxırıq, sual əvəzliyin qoymalıyıq. Daha doğrusu bağlayıcı qoymalıyıq burada, üzr istəyirəm. Biz bağlayıcılara baxsaq, deyir, bütün insanlar bir-biri ilə vuruşmağı dayandırır, digər tərəfdə deyir ki, dünya daha yaxşı yer olacaq. Dayandırsa, bir-biri ilə vuruşmağı dayandıranda, qayıdır deyir ki, dünya daha yaxşı yer olacaq. Yəni ki, B variantımız, başqa tərcüməmiz uyğun gəlmir. Bu biraz digər zonaya baxanda çətin düşmüşdü. 17-ci testə baxırıq. A cup of tea olar, bir düzgünümüzdür. Ofun əvvəli E və S bir yerdə olmaz. Ofun əvvəlində S verməyib deyə səhvdir. 4 olar. Cavabımız 1-4 B variantı. Növbəti vərəqəyə keçirik. 18-ci test interrogativ sentens sual cümləsidir. Bu biraz tərcümədir. Deyir ki, qatar 2 saat gecikmişdir. Yəni nə üçün gecikmişdir? B variantı why götürərik. Çünki başqa variantımız yoxdur buradan. Çünki whichdir, what'dur, who'sdur, who'dur. Bunların heç birinin tərcüməsi uyğun gəlmir. 19-a baxırıq. One of verdiyinə görə, most verdiyinə görə sifətin üstünlük dərəcəsi Z axtarsaq, A və D variantını atarıq. İkinci tərəfdə world verdiyinə görə in the world götürərik, C variantı. 20-ci testə baxırıq, məhsul növdür. The new rules gəlir cümlənin əvvəlinə. Ona görə A variantını ixtisar eləyərik. Cümlədə has announced verdiyinə görə biz onda B variantını ixtisar eləyərik. Sonra cavabımızda new rules cəmdə olduğuna görə have been announced axtarsaq, düzgün cavabımız burada olacaq Y variantımız. Digər zonaya baxanda bunu da biraz çətin veriblər. Yəni seçim qoyublar həm uzlaşma ilə. Növbəti 21-ci testə baxırıq. 21-ci testimizdə uyğun əks mənalı söz tapmalıyıq. Birinci sözümüzə baxırıq. Burada əks məna deyirsə defend, müdafiə, attack, hücum. İkinciyə liberate, azad etmək, free, azad etmək olmaz. Üçüncüyə baxırıq, feil kəsilmə, succeed, uğur qazanmaq olar. 4-də reject, rədd etmək, refuse, rədd etmək, bu sinonimdir, olmaz. 5-də destroy, məhv etmək, build, tikmək. Cavabımız 1-3-5 D variantı.
22-ci testə baxırıq. Nöqtədən sonra batayaq sayıla bilməyən isim verib. Few-nu ixtisar eləyərik. Few, many, a lot-un of-u yoxdur. Düzgün cavabımız burada D variantımızdır. Əvvəlcə 23-cü testə baxırıq. Mətni oxuyub tərcümə eləmirəm, çünki vaxt aparır. Qısa cavablara baxırıq. 23-də düzgün cavabı deyir tap. Düzgün cavabımız burada olacaq. Elə bu şagird düz yazıb. B variantımız olacaq. Deyir, Winsett kimsə çoxlu deyir, əsərlərini çəkməyinə baxmayaraq, onun deyir, onları nümayiş etdirməkdə problemləri var idi. İndi mən sizə mətndə onun yerini göstərəcəm. 3-cü abzasda diqqət eləsək, baxın, 3-cü abzasın elə birinci cümləsini əhatə eləyir. Baxmayaraq, saysız hesabsız onun əsərləri var idi, çoxlu əsərlər vardı. Oxunun çoxlu troubles, problemləri var idi. Uyğun yeri tapmaqda, exhibit them, onları nümayiş etdirməkdə. Növbəti testimiz 24-cü testə baxırıq. 24-cü testimizdə düzgün cavabımız bir dəqiqə. Elə şagird düz yazıb C variantı. İndi mən sizə bunun mətndə deyəcəm yerini. Mətndə isə bu paragraf 2-dədir. Bir dəqiqə göstərim. 24-cü sualda bizə soruşur ki, Theo olan məktubunda Winsett nə etmişdi? Cavabımız burada şagird düz yazıb C variantıdır. Explain how he used different colors to express darkness. Deyir, o nədir? İzah elədi ki, o müxtəlif rəngləri, qaranlığı ifadə etmək üçün müxtəlif rənglərdən istifadə edib. Birinci abzasın sonuncu cümləsinə diqqət eləsəz, yazıb ki, sonra deyir, rəssam özünün yeni yolunu, heyranlığını qeyd elədi. Bir dəqiqə burada lap yuxarı cümlədə fikir verin. Yazıb ki, using only blue, green and purple instead of black. Qaranın əvəzinə o digər rəngləri işlədir. Məktubunda da qardaşına bilir ki, artıq rəssam özünün yeni yolunu göstərir. Yəni, müxtəlif rənglərdən istifadə elədiyini göstərir. Ona görə də burada elə düzgün cavabımız olacaq C variantımız. Növbəti 25-ci testə baxırıq. Mətnimizin adını soruşur. Bizdə bu mətnimizdə başdan ayağa Winsett kimsə ondan danışır. Ən gözəl cavabımız da rəssam olacaq A variantımız. Yəni burada fərqli bir zat götürə bilmərik. Görkəmli rəssamlar deyir, səhvdir. Yeganə Yapon deyir, forması, stili səhvdir rəsm stilində. Məşhur artwork, incəsənət əsəri. Bu da səhvdir. Çünki bir əsərdən danışılmır da, digərlərindən də danışılır orada. Sonra növbəti testə baxırıq. 26-cı testə. 26-cı testə baxdıqda düzgün cavabımızı axtarsaq, bir dəqiqə baxın. Burada deyir ki, Koxun deyir, rəssamlıq karyerası üçün, yəni nə onun üçün tipik idi da, ona uyğun cavabı seçməliyik. O deyir, əsərlərini deyir, 10 illik vaxtda deyir, rəngləmişdi. Bir dəqiqə mən sizə bu 10 illik vaxtı göstərim. Bir dəqiqə. 10 illik vaxtı bizə qeyd eləyib, baxın burada. Karyerasına aid ifadəni decade verib, ona görə düzgün variantımızdır. Sonra 4-cü cümləmizi isə burada baxaq görək. Onun əsərlə əsasən müzakirə olunur. Struggle, mübarizənidir, xarakterizə eləyir. İndi baxalım görə bizə mübarizəni harda verib. Bizə də mübarizəni, bir dəqiqə. Diqqət eləsək burada ilə ardından da mübarizəni qeyd eləyib. Baxın, struggles of inhabitants. O da residence verib sakinlər. Burada da inhabitants-dən əvəz eləyib. O da bizim qapalı tapşırıqlarımız. Cavabımız olacaq elə burada 1, 4. Şagird düz yazıb. A variantımız. Növbəti testə baxırıq burada. Uyğun sözü tapmalıyıq. Deyir, kimisə cəsarətləmə və motivə etmək, yəni motivasiya vermək. Paragraf 2-də verib bizə inspired sözümüzü, ruhlandırmaq sözümüzü. Növbəti testə baxsaq, 28-ci testdə sinonimi soruşur. Improve, inkişaf etmək sözümüz. Paragraf 1-də axtarsaq, improve, inkişaf etmək sözümüzə, develop sözümüzü götürəcək, inkişaf etmək sözümüzü. Növbəti 29-cu suala baxırıq. Burada da verilən cümlənin ardıcılığını istəyir. Biz diqqət eləsək, onu verib, 3-cü paragrafın sonuncu cümləsində, bir dəqiqə, burada sonuncu cümlədə diqqət eləsək, bax, burada verib. Orada but they gained immense popularity. Buradan baxaq. Elə biz gaineddən baxsaq, məsələn, gained əvəz eləyə bilər, achieved və yaxud da acquire ilə götürə bilərik. Sonra immense high götürə bilərik, great götürə bilərik. Sonra popularity məşhurluğu əgər götürmüşsə fame götürə bilərsiniz, reputation götürə bilərsiniz. Bunun növbəti test izahlarında görüşənədək.